Selamun Aleyküm. Dikkat eləyin, izləyin. Ha, sözə bax. Peyğəmbər sallallahu Salaf səlləm. təşəhhüd forması 53 rəqəmlə Salaf səlləm nədir? Heç olmasa biz sallallahu və səlləm dairə demək nədir? olmaz. Bizdəki 0 Peyğəmbərin ailəsini daşımışıq onsuz da başlı bu demiş. forma nədir? Aleyhi və səlləm. 3-dür. İkisini birləşdirəndə 53 rəqəm gəlir. Təsəvvür elə. Hədis Səhih səhihdir, Müslim. səhihdir. Səhih Müslim qəbul edirsən. Sən 3 dənə hədis deyərəm, sən oradan tüpürərsən. Buxariyə də, hədisiyə də, Müslimə Peyğəmbər də. sallallahu əleyhi və səlləmin əlinin 53 rəqəm Öncəliklə səndən fərqli olaraq mən kişi kimi axşam gəldim, sənə yazdım. Ekranda da özün görürsən. Sənə yazdım ki, sənə sabah video çəkəcəm. Səhifəmdə girib baxarsan, səndən fərqli olaraq mən qeybət eləmirəm, üzünə deyirəm. Adamın güləsi gəlir. Gör kim kimlə səhv tutmağa çalışır da. Ay cahil şaklaban. Boğazına da asmışsan pədə yaşayan bordaq buğaların zəncirini. Əlinin şiyəsiyəm deyib açıb qoyursan sinəni. Əli ibn Əbu Talib bu günlər sağ olsaydı Allaha and olsun sənə baxanda müsəlman deməzdi. Vallahi. Sənə baxanda deyərdi bu ya mürtəddir ya da bir yahudidir. Bir tipinə bax ginən. Bir görgünən özünü kimlə müqayisə edirsən, kimə nəsə deyirsən. Oturasan nə bilim bir dənə dəlillə, mənbəylə söz deyəsən, cavab verirsən, deyirəm, hə da, sən problem deyil. Şaklabanlıqla, cahilliklə durub Şeyx Veysel Orucova ilişirsən. Sən deyilsənmi cənnətdə Novruz bayramı olduğuna inanan, cənnətdə ilaxır çərşənbəsi olduğuna inanan, sən deyilsən, hə, cahil. Subut edim, edim. İndi baxın qardaşım. Hamı mərhum Hacı Şahinin səsindən video paylaşır Novruz bayramı haqqında. Fırlayıram, ancaq elə onun səsləri gəlir, onun avazları gəlir. Amma bir nəfər çıxıb Hacı Şahini təbrik eləmir ki, cənnətdəki Novruz bayramı mübarək olsun, ailəsinə səbir diləmir. Mən şəxsən onun öz ailəsinə və onun özün cənnətdəki ilaxır çərşənbəsin, Novruz bayramını təbrik eləyirəm. Ay cahil bədbəxt. Cənnətdə Novruz bayramı var. Cənnətdə ilaxır çərşənbə mövludun var cənnətdə. Nəyin kafasını yaşayırsan, ha? Sənə bu platformada əgər hörmət quran 5 dənə oğlan varsa, Allaha and olsun deyirəm. Əminəm onun 4'ü arxana qoymuşsan o kişi. Dünyasını dəyişən kişi sənin qardaşın. Ona görə sənə hörmət qururlar. Bəli. Sən şiyələrin üz qarasısan, hə? Durub deyirsən ki, Səhih Buxaridən Müslimə 3 dənə hədis gətirirəm. Tüpürərsən Buxaridən Müslimə də. Gətirməyən sənin payına namətdir. Gətir görüm. Gətirməyən söz demişsən, ha, kişi ol ginən. Buxari və Müslimdən tüpürləsi 3 dənə hədis gətirməsən, namərdsən. İstəyirsən mən gətirim sənə Kuleynin kafisində Muhammed sallallahu aleyhi və səlləmin Əbu Talibin döşündən süd əmdiyini. İstəyirsən mən gətirim sənə Əli ibn Əbu Talibin öz tərəfdarları, sənin kimi olan tərəfdarlarına ey kişi oxşayıb kişi olmayan demələrini. İstəyirsən mən gətirim xanım Fatimə radiyallahu anhum anamızın öz tərəfdarlarına bəddua lənət deməyini. İstəyirsən mən gətirim Allah Hüseynlə əl-ələ görüşdü, onunla birgə çarpayda əyləşdi. İstəyirsən mən gətirim Allah əlini Muhammedin çiyninə qoydu, əli də Allah əlini hara qoydusa onun üstünə ayağını qoydu. Nə gətirim? İstəyirsən mən gətirim Qur'an-ı Kərimin təhrif olunduğunu. İstəyirsən mən gətirim südəmər körpə ilə mazaqlaşmağı. İstəyirsən mən gətirim yarım saatlıq siğəni, bakirə qızla siğəni. Gətirim. İlişməyə kişi. Mən bitirmişim ümumiyyətlə çoxdan da belə şiyə sünni söhbət eləmirəm. İndi də şiyə sünni söhbət eləmirəm, ey qardaş. Elədiyim məhdlik söhbətdir, məhdlik kişilik. Sən kimsən ki durub Şeyx Veysel Orucova söz atırsan? Bir özünə bax ginən, bir çəki düzən ver ginən özünə. Səndən bu cəmiyyət nə örnək götürsün? Boğazına zincir taxmağı örnək götürsün? Yoxsa sinəsini belə açmağı örnək götürsün bu cəmaat? Səndən nə örnək götürsün, hə, bədbəxt? Sən deyilsənmi hər axşam canlı yayında Əli aşiqiyəm yazıb da cəmaatdan gül dilənənlər subut edim? Bax ginən. Nereden de o? Allah iki qat daha Emilə kömək edir də tək uşaqlar. Hərə bir tərəfdən. Emin Kərbalaya gedenlerden sana buyurmuşsun Ara bir sual taraftan bir tane verilmeye. yüz, Ha? yüz, Ya canın yüz, sağ yüz, olsun. yüz, Bizde bir tane gül atabilir. Sən varsan Güllü. Adın da sənin Rəşaddır. İndən belə bizi tərəfdə sənə Güllü Rəşad deyiləcək. Bəli. Mən də buradan öz qardaşlarımdan xahiş edirəm. Ara sıra bunun canlı yayınına gedin. Hə, yazıqdır. 2-3 dənə bana gül atın qardaşım. Bu adam gül yanağıdır, gül. Əlinin şiyəsiyəm deyib TikTokda durub canlı yayında cəmaatdan gül dilənəcək. Sinəsini açacaq, boğazına zənciri taxacaq. Tüh. Döz hörmət elə. İndi get həyatını yaşa ginən. İstəyirsənsə bunu deyim. Sən və sənin kimi 5 dənə oğlan meydan oxuyuram. Allaha and olsun. Canlı yayında, hamının qabağında. Sən
və sənin kimi 5 dənə oğlan, bir də mən təpətək danışaq. 5 dəqiqə siz danışın, 2 dəqiqə mən danışacağam. Razısan? Şərt də qoyaq ki, tövbə eləyəcək. Razısan buna? Sən hələ şeyxin tələbəsi ilə danışa bilməzsən, qaldı ki, sən şeyxlə danışasan. Ağzınızı beqamot ağzı kimi girib oraya qoyuram. Yaxşımı? Kəllə baş.